İmam Sadiq əleyhissalam bir dəfə narahat oldu. Gördü bir məyus günahkar gəlib oturub İmam Sadiq gördü onun yanında. Deyir, belə dedi, baxdı məyus baxışlarla İmam Sadiq əleyhissalama. Dedi ki, neyniyim ki, yüküm ağırdı. Bu sözü elə tərzdə dedi ki, məyusluq qoxusu gəldi, ümidsizlik qoxusu gəldi. Deyir, dərhal imamın üzünün ifadəsi dəyişdi. Dedi ki, alladıblar səni, sənə kimsə yalan deyib, səni alladıb, kimsə sənə deyib ki, Allah səni bağışlamaz. Bu sözü kimdən seçdimsən? Ondan sonra bir söz dedi. Dedi, Allahın qüdrəti çatmır səni bağışlamağa. Gücü çatmır səni bağışlamağa. Və dərhal dedi ki, dur get ki, bağışlanmısan artıq. Mənim yanımdasan, günahdan peşmansansa, dur get. Burada səni çək-çevirə salan yoxdur. Niyə ümidsiz olmusan? Niyə naümid haldan gəlib oturmusan burada?